قل هل يستوي الذين يعلمون والذين لا يعلمون إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Mən də qardaşın övladını olması münasibəti ilə təbrik edirəm. Allah Azze və Cəllə Muhammed ümməti üçün xeyirli, bərəkətli övladlardan etsin. Amin. Cəaləhəllah mübarəkətən aleykum və li ümməti Muhammedin sallallahu aleyhi və səlləm. Və mən də Bəhram müəllimdən təsirlənərək istəyərdim ki, onun faydalarından, yadıma düşən faydalardan istifadə edərək bir-iki fayda deyim. Ola bilsin ki, Allah Azze və Cəllə eşidənlər üçün faydalı etsin. Və həqiqətən bu əqiq məclisidir. Əqiq məclisi ibadətdir. Yəni bilirsiniz, qurban kəsmək, qurban kəsəndə insanlar iki şey var. O iki şeydən çoxu vaxtı görürsən ki, əsasa fikir verənlər az olur. Əsasa fikir verənlər az olur. Birinci nədir? İbadət. İkincisi ət. Çoxu vaxt insanlar qurban kəsəndə ətə fikir verir. İbadətə yox. Lakin qurban kəsməkdə məqsəd ət yox, ibadətdir. Allah Azze və Cəllə buyurur ki, lən yənəlallah lühumuha və lə dimauha və ləkin yənəluhu təqva minkum. Deyir ki, Allaha onun nə qanı, nə ətləri çatmaz. Allaha çatan sizin təqvanızdır. Ona görə həmişə insan qurban kəsəndə düşünməlidir ki, ətdən çox təqva var burada. Eləcə də övlad olmaq münasibəti ilə insan əqiq qurbanı kəsir. Həmişə fikirləşməlidir ki, məclisdən çox, yeməkdən, içməkdən çox burada ibadət var. O qanın Allah üçün axıdılması var. O heyvanın Allah üçün kəsilməsi var. Allaha şükür əlaməti olaraq ki, bu övlad olub. Elə bu övladın tərbiyəsində böyük rol oynayır. Atanın ixlasla hərəkət etməsi. Və sonra da yəni övladların islah olması üçün yəni alimlər deyir ki, ən böyük amillərdən biri atanın duasıdır, ananın duasıdır. Vallahi dua islah edən qədər heç nə islah edə bilməz. Həqiqətən deyir ki, alimlər deyir, bax, peyğəmbərlər olub, övladları islah olmayıb. Salihlər olub, övladları islah olmayıb. Və onlar bütün əlindən gələn şeyləri ediblər. Deməli, hidayət Allahın əlindədir. Rabbənə lə tuziq qulubənə bə'də iz hədeytənə və həblənə min lədunkə rəhmə innəkə əntəl vəhəb. Ey Rəbbimiz, lə tuziq qulubənə, qəlblərimizi azdırma, yayındırma, çaşdırma. Bə'də iz hədeytənə, bizə hidayət verəndən sonra. Və həblənə min lədunkə rəhmə, öz tərəfindən bizə bir rəhmət, yəni hidayət bəxş et. İnnəkə əntəl vəhəb. Bir həqiqətən vəhəb sənsən. Vəhəb yəni bəxş edən. Yəni bu Ali-İmran surəsində olan ayətlərdən. Deməli, hidayət Allahın əlində. Ona görə çoxlu, baxsaq hətta Peyğəmbər sallallahu aleyhi ve sellem nə qədər övladlar üçün dua edib. Hər dəfə Həsən Hüseyni görəndə onlara dua edir. Uizukumə bi kəlimatillahi təmmə min kulli şeytanin və həmmə və min kulli aynin ləmmə. Yəni deyir, Allahım onları bütün şeytandan və zərər vericilərdən onları mühafizə elə. Yəni şeytandan mühafizə olunan uşaq salihlərdən olacaq. Bu duanı edəndə biz nəinki onu ilandan, ayandan, çayandan, hətta onların şeytandan qorunmasını, yəni qəlbimizdə o fikri keçirmək, o ixlasdır. Yəni əsas Allah bunu şeytandan qorusun. Və övladların şeytandan qorunması Allahdan bir rəhmətdir, lütfdür. Və bundan sonra, yəni əgər ata ixlaslı olarsa, onun övladının olması haqqında, necə ki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, təzəvvəcu əl-vəlud vəl-vədud, deyir, çox uşaq dünyaya gətirən və həmçinin sevən qadınlarla evlənin. Çünki mən sizin qiyamət günü çoxluğunuzla öyünəcəm ümmətlər arasında. Deməli, müsəlmanlar üçün uşaqların çox olmağı ibadətdir. Bu ixlasdır. Və sonra duanı çoxaltmaq və sonra da onlara təlim etmək, öyrətmək.
Diqqət elə təlim mövzusunda bir hədis var. Hamının bildiyi hədisdir. Bax, Peyğəmbər sallallahu aleyhi ve sellem elə öz övladı yaşında olan, övladlarından da yaşda balaca olan əmisi oğlunu tərbiyə edir. İbn Abbas radiyallahu anhümə. Ona elə bir hədis öyrədir ki, o hədisdən sonra o ümmətin ən böyük alimlərindən olur. O hədisin təsiri ilə, o əxlaqın, o tərbiyənin təsiri ilə o ümmətin böyük alimlərindən olur. Hansı hədis o hədis? O hədisdir ki, İbn Rəcəb rahimehullah öz şeyxlərindən, alimlərdən nəql edir ki, qalə ba'dul uləmə. Bəzi alimlər deyir ki, hər bir müsəlmana bu hədisi öyrənmək və bu hədisi özünün övladlarına, uşaqlara əzbərlətmək, öyrətmək vacibdir. Və hətta bəzi alimlərdən nəql edir ki, çox təəssüf olsun bəzi insanların halına ki, bu hədisi yaxşı başa düşməyiblər. Onların halına çox təəssüf olsun. Əgər kim bu hədisi gözəl şəkildə başa düşərsə, o dünyada böyük xeyirlərə nail olar. Nəinki uşaqlar, hətta böyüklər üçün böyük xeyirdir bu hədis. Və o hədis ki, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem öz əmisi oğlu uşaq olur, təxminən ona yaxın yaşları olur. İbn Abbasın radiyallahu anhümənin deyir ki, ya quləm, ey oğul, inni uallimuke kəlimətin. Deyir ki, mən sənə bəzi kəlmələr öyrətəcəm. Deyir, ihfəzillah, ihfazak. Deyir ki, Allahı qoru ki, Allah da səni qorusun. İhfəzillah, təciduhu tucahək. Ya Allahı qorusan, onu önündə taparsan. Və bir rəvayətdə gəlib ki, ihfəzillah, təciduhu əməmək. Yəni, öz qarşında taparsan Allahı. Və sonra deyir ki, təarraf, İzə səəltə fəsəlillah. İstəyəndə yalnız Allahdan istə. Və izə istəəntə fəstəin billah. Deyir ki, yardım istəyəndə yalnız Allahdan yardım istə. Təarraf ilallah firraxa ya'rifkə fişşiddə. Asanlıq vaxtı Allahla ol ki, yəni Allahın dediklərinə əməl et ki, çətinlik vaxtı da Allah sən deyənləri yerinə yetirsin. Deyir ki, va'ləm, bil ki, ennəl ümmətə ləv iştəməət alə yenfa'uke bi şeyin ləm yenfa'uke illə bi şeyin qad ketəbəhullahu lək. Deyir bütün insanlar yığışıb sənə xeyir vermək istəsələr, Allahın yazdığından artıq xeyir verə bilməzlər. Və bütün insanlar yığışıb sənə zərər vermək istəsə, Allahın sənin əleyhinə yazdığından artıq sənə zərər verə bilməzlər. Rufiyyətəl əqləm və cəffətü suhuf. İki qələmlər qaldırılıb və səhifələr quruyub. Və bu hədisin bir cümləsinə istəyirəm, o ilə olan bəzi faydaları deyim, sizə çox yormayacağım. Deyir ki, ihfəzillah yəhfazak. Allahı qoru ki, Allah da səni qorusun. Nə deməkdir Allahı qoru? Allahı qorumağın bir neçə yolları var. Birinci, Allahın tohidini qorumaq. Deyir ki, Allah Quran-ı Kərimdə ilk əmri bizə tohid əmri verib. Deyir ki, ya yuhannəsu'budu rabbakum. İnsanlar yalnız Rəbbinizə ibadət edin. Və bu qaydadır ki, əgər Allah Quran-ı Kərimdə ibadət kəlməsi istifadə edirsə, deməli orada ibadətdə Allahı təkləşdirməyə qəsd edir. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem Peyğəmbər kimi göndərildiyi vaxt müşriklər Allaha ibadət edirdilər. Deməli, Allah onlardan mücərrəd ibadət, yəni sadəcə ibadət istəmədi. İbadətdə Allahı təkləşdirməyi istədi. Ona görə Quran-ı Kərimdə harada ibadət kəlməsi keçirsə, deməli, Allah orada bizdən yalnız Allaha ibadət etməyə qəsd edir. Ona görə ki, ya yuhannəsu'budu rabbakum. Və ona heç nə şərik qoşmamağı qəsd edir. Ona görə nə deyir? Deyir ki, İnnəllaha la yəğfir an yuşrəkə bihi və yəğfiru mə dunə zəlikə limən yəşə. Allah özünə qoşulan şirki bağışlamır. Ondan başqa bütün günahları bağışlayır. Yəni, günahdır ki, şirk bağışlanmır. Əgər insan bilərəkdən Allaha şərik qoşarsa, onun əməli puç olar. Yəni, necə ki, ayədə Allah Azə və Cəllə buyurur. Ləin əşraqdə lə yəhbatannə əməlükə və lə təkunənnə minəl xasirin. Əgər sən Allaha şərik qoşsan, sənin əməlin puç olar və sən ziyana uğrayanlardan olarsan. Ona görə insanın tohidlə Allaha ibadət etməsi, yalnız Allaha dua edib ondan yardım istəməsi Allahı qorumaqdan sayılır. İkinci, Allahı qorumaqdan, baxın, sırf şəriətdə bəzi ləfizlər var, qorumaq ləfzi ilə gəlir. Həfiza feili ilə gəlir. Allah Azə və Cəllə buyur ki, həfizu aləs-salavat. Deməli, tohiddən sonra ən böyük əmir namaz əmridir, ibadət. Allaha namaz qılmaq. Deyir ki, həfizu aləs-salavat və salatul vusta və qumu lillahi qanitin. Deyir ki, namazlarınızı qoruyun. Namazı qorumaq Allahı qorumaqdan. Əgər kim namazı qoruyarsa, Allah da onu qoruyar. Xüsusən orta namaza diqqət edin və Allah üçün qanitlər olun.
Qanit yəni namazda mütüliklə durun. Namazda danışmayın, tərpənməyin, ora bura baxmayın. Və sahabələr deyir ki, bu ayə nazil olana qədər biz salamı qaytarardıq namazda. Allah Resulü sallallahu aleyhi ve sellem sahabələr girirdi içəri, Peyğəmbər sallallahu aleyhi ve sellem namazdaydı. Necə ki, İmam Buxari rivayət edib. Və ona salam verərdilər, Peyğəmbər sallallahu aleyhi ve sellem deyərdi ki, və aleykum salam, namazın içində. Və hətta bu ayə nazil olana qədər. Bu ayə nazil olandan sonra və qumu lillahi qanitin, artıq yəni namazda danışmaq haram edildi. Çünki namazda danışmaq olmaz, hətta salamı qaytarmaq belə olmaz. Ancaq işarə ilə necə gəlib, yəni insan namazda atsa belə əlini işarə edə bilər, yəni göyə qaldırmadan sadəcə işarə edir, namazı, salamı qaytara bilər. Və namazı qorumaq Allahı qorumaqdır. Və həmçinin namaz üçün bilirsiniz, dəstəmaz vacibdir. Dəstəmazı qorumaq da Allahı qorumaqdandır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, وَلَا يُحَافِظُ عَلَى الْوُدُوءِ إِلَّا مُؤْمِنٌ. Dəstəmazını yalnız mömin qoruyacaq. Və kim dəstəmazını qoruyarsa, o Allahı qorumuş sayılır. Deməli, dəstəmazı qoruyan insanı Allah da qoruyacaq. Və həmçinin, necə ki, bayaq Bəhram müəllimin nəql etdiyi hədis İmam Tabarani rivayət elədiyi, necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, dedi ki, İnnəl istihya minəllah haqqal həyə ən təhfaza rə'səkə və mə və'ə. Deyir ki, başı və onun əhatə etdiyi şeyləri qoruyasan. Deməli, insanın gözünü və ən təhfaza, həfiza feyli. Başı qoruyasan və başda olan qulağı, gözü, dili haramdan qoruyasan. Bunlar hamısı yəni, günahlar törədir. Qulaq günah törədir. Göz günah törədir. Bax, telefonda gözü haramdan qorumaq. Hətta bir qadın insanın qabağına keçərsə, əli ilə onu tutmaq, hətta ona baxmasın. Yəni, əllə tut, hətta vacib bir şey deyil, xəbərdir, eşitmək istəyirsən. Əlinlə tutarsan, bağlayasan ki, görməyəsən onu. Çünki qadınlara baxmaq haramdır. Yəni, Allah Azze və Celle kişilərə haram edib. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Fadl ibn Abbas, kimdir Fadl ibn Abbas, qardaşlar? Fadl ibn Abbas kimdir? İbn Abbasın qardaşı. Peyğəmbər sallallahu aleyhi ve sellem əmsi oğlu. Necə ki, bu hədisi o nəsiyyət elədiyi İbn Abbas var, onun qardaşıdır. Bir dəfə miniyin arxasında Peyğəmbər sallallahu aleyhi ve sellemin mininin tərkindəydi. Bir qadın gəlib soruşur ki, ya Resulallah, deyir, mən anam qocadır, yaşlıdır. Deyir, onun adından həcc edə bilərəm. Soruşanda Peyğəmbər sallallahu aleyhi ve sellem qadına baxanı, biz Peyğəmbər sallallahu aleyhi ve sellem ümmətin asası olub. Necə ki, yəni Əhzab surəsində Allah Azze və Celle buyurur, və əzvacuhu ummuhatuhum, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem zövcələri ümmətin analarıdır. Bir digər bir qirayət var, Əhəd qirayətlərdir ki, və huvə əbəuhum, deyir ki, Peyğəmbər də sizin atanızdır, deyir. Hansı cəhətdən? İman cəhətdən. İman cəhətdən. Ona görə hər bir ümmətin atası, Peyğəmbər hər bir ümmətin atası sayılır. Necə ki, Lut əleyhissalam deyir ki, neyinirsiniz siz kişilərlə? Yəni, bilirsiniz, onun qövmü yəni, kişilərə şəhvətlə yaxınlaşırdılar. O deyir ki, neyinirsiniz kişilər? Yəni, qızlarımla yəni, evlənin. Yəni də təfsir alimləri deyir, qızlarımla, yəni qövmün qızlarını qəsd edir. Çünki o qövmün atasıydı. Yəni, qövmünün qızı, yəni öz qızlarını yox, yəni. Yəni, bütün qövmün qızları deyir, yəni qövmün qızları var, niyə kişilərlə evlənirsiniz? Kişi ilə evlənərmi? Subhanallah. Yəni, Peyğəmbərlər qövmünün ataları sayılır. Və deyir ki, Fadl ibn Abbas da Peyğəmbər sallallahu aleyhi ve sellemlə bərabər qadına baxanda Allah Resulü üzünü çevirir, üzünü və çənəsindən tutur, deyir ki, sən baxma, sənə baxmaq olmaz. Deməli, qadınlara baxmaq olmaz. İnsanın gözünü qoruması Allahı qorumaqdan sayılır. Qulağını haram eşitməkdən qoruması və həmçinin insanın dilini qoruması, hansı ki, dil, bütün bəlalar, bütün problemlər dilə görə olur. İzə asbəhə bilən ədəm və inə Allaha kulləhu tukəffiru lisən. Adəm övladı səhərləyən kimi dil bədən üzvləri müraciət edir dilə. Deyir ki, ey dil, ya lisən ittəqilləh finə. Deyir ki, ey dil, bizim haqqımızda Allahdan qorx. İnnəmə nəhnu bikə. Biz sənə görəyik, izə əvacəcdə əvacəcnə. Əyri olsan əyri olarıq. Və izə istəqamtə istəqamnə. Sən doğru olsan biz də doğru olarıq. Deməli, bütün bədən üzvləri dilə görədir. Dil nə danışırsa, subhanallah, insanın o, yəni ki, müvəffəqiyyətindən gedir. Ona görə, necə ki,
Həsən el-Basri rahimehullah deyərdi ki, deyir, insanlar danışmağı əməldən görmürlər. Əgər danışmağı əməldən görsələr, yəni o yazılır. Nə danışırsan yazılır, əməldir bu. Əgər danışmağı əməl kimi görsələr, onların danışmağı azalar. Onların susmağı çoxalar. Ona görə, yəni, dil danışırsa bil ki, əməldir, yazılır. Mə yəlfizu min qavlin illə lədeyhi rəqibun atid. Onun danışdığı elə bir söz yoxdur ki, yəni yazan iki mələk olmasın. Yəni, hər iki mələk yazır, hər nə danışırıq. Və həmçinin Allahı qorumaq, yəni başı qorumaq, yəni başda olmaq. Həmçinin bətni qorumaq, necə ki, Bəhram müəllim gözəl faydalardır, çox uzatmıram burada. Əgər insan Allahı qoruyarsa, Allah da insanı qoruyur. İnsanın Allahı qoruması iki növdür. Birincisi, insanın malını qoruması. İnsanın bədənini qoruması. İnsanın ailəsini qoruması. İnsanın övladını qoruması. Bu Allahın qorumağındandır. Yəni, kim Allahı qoruyarsa, Allah da onun malını, mülkünü, övladını, ailəsini, bədənini qoruyar. Subhanallah. Amma insanın Allahın bədənini qoruması bu mütləq olaraq Allahın sevgisinə bağlı deyil. Çünki bu rububiyyət nemətidir. Yəni, ola bilər, hər hansısa bir insanın bədəninin hansı hissəsi qorunmayıb. Bu o demək deyil ki, yəni o insan, yəni Allah sevmir onu. Xeyr, çünki bu rububiyyət nemətidir. Rububiyyət neməti Allahın sevgisinə bağlı deyil. Çünki bu kafirdə də olur, mömində də olur. Amma kim əgər Allahı qoruyarsa, Allah azə və cəllə söz verib ki, onu qoruyacaq. Necə ki, Allah azə və cəllə buyurur ki, "Ləhu muaqqibatun min beyni yedeyhi və la min xalfihi və min xalfihi yahfazunahu min emrillah." Deyir ki, onun muaqqibətləri var. Yəni Allahın muaqqibətləri var. Muaqqibət nədir? Yəni əcəllər, tutan insanı tutan şeylər, qədərlər. İbn Abbas deyir ki, muaqqibət mələklərdir. İnsanı bütün şərlərdən qoruyurlar. Allah müvəkkil eləyib. Birdən Allahın qədəri gəlsə dala çəkilirlər. Birdən Allahın qədəri gəlsə dala dururdur ki, artıq bizlikdə Allahın qədəri gəlir. Deməli, insanı qoruyan kimdir? Allah. Və həmçinin ikinci qorunmaq insanın Allah imanını qorumasıdır. Bu qoruma sırf %100 Allahın məhəbbətinə bağlı bir qorunmaqdır. Əgər kiminsə Allah imanını qoruyursa, bil ki, Allah onu sevir. Hətta bədənini, malını, ailəsini, övladını qorumasa belə. Deməli, insanın imanını qorunması əsl meyardır ki, Allah onu sevir. Deməli, ihfazillah yahfazak. Allahı qoru ki, Allah da səni imanını qorusun. Çünki əsl fayda verən də imandır. Və mən əradəl əxirə. Kim axirət diyarını istəyərsə, və sə'ələhə sə'yəhə. Və onun üçün çalışarsa, fəuləikə kənə sə'yuhum məşkura. Deyir ki, o kəslər ki, onlar olardı ki, onların səyləri təşəkkürə layiqdir. Və bunları, yəni, xüsusən öyrətmək lazım. Nəinki övladlara, nəinki uşaqlara, bütün insanlara. Nə qədər insanlar var ki, görsən bu faydaları, hələ bu hədisin bir hissəsidir. Bir cümləsi, baxın, bir cümləsinə nə qədər, yəni alimlər faydalar deyirlər. Allah Azə və Cəllədən diləyirəm ki, bizi bilmədiklərimizi öyrətsin və bizim övladlarımızı salihlərdən etsin və bizim qardaşımızın, baba qardaşını da övladın salihlərdən eləsin. Allah qorusun şeyximiz Ağali müəllimi də, həmçinin şeyximiz Bəhram müəllimi də və bütün elm tələbələrini, alimlərimizi, onlar bizim əziz müəllimlərimizdir, əziz şeyxlərimizdir. Allah bütün qardaşlarımızı da qorusun, mehribançılıq eləsin. Allah Azə və Cəllə ölkəmizi qorusun. Bütün şərlərdən əmin-amanlıq etsin. Və həqiqətən əmin-amanlıq neymətdir, dua etmək lazım. Həqiqətən dua çox təsir edir. Biz onu görsək, bizim dualarımızın təsirini görsək, bəlkə bizə ucub gələr. Ona görə Rəbbimiz təsiri edir, amma göstərmir bizə. Ona görə insan tez özündən təəccüblənəndir. Allah bizi bağışlasın, Allah sizdən razı olsun, gözəl məclis üçün. Və axiru da'vana enelhamdülillahi rabbil alemin. Sallallahu aleyhi ve Muhammedin və alə alihi və sahbihi ecmaîn. Allah razı olsun. Cəzakumullah xeyran.